Ca imidi, yenə yüksəlik fobiyamdan çıxmışam dağlara, daşlara. Hardayam? Qusarda, Şaxdağda. Fobiyamı sındırmaq üçün bura gəlməyi dəyər. Ona baxın. Mənzərəyə bax, ləzzət. Söhbət nədir bax? Özü qar da yağıb. Qusarın patandardı Çiləgirdəyik. Gözə yer tapmışam. Özümə borc bildim ki, sizə göstərim. Qusarda qışın özünü yaşayırsan can. Qış gəldi, gəl Qusara can. Bax nədir söhbət? Tapmışam gözəllik. Qiyməti sizə deyəcəm, şok olacağız. Belə yerin qiyməti belədirsə, mütləq paylaşmalıydım. Super remontla, istipolla, hələ ki, şəhərdəki lüks remontu getirmirsən düz kəndin ortasından Çiləgirə, yaşayırsan burada şəhər həyatın, amma kənddə. 3 otaqdır geniş, bax, geniş valideyn otağı, böyüklər üçün otağı var, spalni, rahat, təmiz. Sonra bax, ikinci otaq uşaqlar üçün, uşaq otağı var, gözəl şəkildə. Əsas xoşuma gəldi buranın remontunda, studiya, zal, çox zövqlə işlənir, minimalizm, amma çox rahat. İsti, təmiz, gözəl. Verandaları böyüdü, çölə baxırsan, hüzur. Ləzzətcə. Əsl qış vaxtı gəlməlisən Qusara. Sanuzel hamam tualet də öz yerində lüks, isti soyuq su, çöplü pol. Əladır bir sözlə. Əsas məsələ nədir? Mən xoşuma gələn. Qiymət isə deyəcəm. Qiyməti diqqətlə qulaq alsın. Ya da bilirsən göstərmişəm buradan, baxırsan əvvəlindən. Bax, açırsan belə qapını. Birbaşa Qusarda nə? Gözəl Şaxdağı görürsən. Bax, Şaxda sənə, bax sən də ona. Gəl, Qusarın mərkəzinə yaxındır. Ailənlə gəldincə savabı qazan, mənə də dua eləyərsən, get kef elə, getcə.